biz danışırıq söz birləşmələri bölməsindən. Yəni, qrammatikanın ikinci böyük bir bölməsi olan sintaksisdən danışırıq. Sintaksis söz birləşmələri, cümlə, mətn, cümlə üzvləri və s. bu kimi məqamları öyrənən bir bölmədir. İndi danışırıq söz birləşmələrindən. Söz birləşmələri nəyə deyilir? İki və ya daha artıq sözün məna və qrammatik cəhətdən birləşməsinə söz birləşməsi deyilir. Yəni, iki və ya daha artıq söz həm məna cəhətdən, həm də qrammatik cəhətdən bir-birlərinə bağlı olmalıdırlar. Yəni, istənilən iki dənə sözü götürüm, söz birləşməsi yaradım deyə bilmərik. Onların bir-birlərinə bağlı olmalıdır. Söz birləşmələrində isə hər iki dilimizdə olan bütün sözlər söz birləşməsinin tərkib hissəsi ola bilməz. Köməkçi nitq hissələri söz birləşməsinin tərkibi ola bilmirlər. Düzdür, daxilində işlənə bilərlər söz birləşmələri, amma tərəfləri ola bilməzlər. Yəni, məsələn, mənim üçün söz birləşməsi hesab olunmur. Çünki mən əsas nitq hissəsidir, üçün isə köməkçi nitq hissəsidir. Amma mənim üçün oxumaq söz birləşməsi sayılır. Çünki tərkibində iki əsas nitq hissəsi işlənib, mən və oxumaq, üçün isə onun daxilində işlənib. Köməkçi nitq hissəsi deməli, nəticə çıxardırıq ki, tərəfi ola bilməz, amma daxilində işlənə bilər. Bir də köməkçi nitq hissəsi söz birləşmələrinin quruluşuna təsir eləmir. Quruluş demişkən, söz birləşməsinin quruluşca iki növ var. Sadə söz birləşmələri və mürəkkəb söz birləşmələri. Sadə söz birləşməsinin tərkibində iki əsas nitq hissəsi iştirak etməlidir. Mürəkkəb söz birləşmələrinin tərkibində isə ən azı 3 əsas nitq hissəsi iştirak etməlidir. Bayaq da dediyim kimi, köməkçi nitq hissəsi söz birləşməsinin quruluşuna təsir etmir. Məsəl üçün deyirəm, ən maraqlı kitab. Burada mən maraqlı və kitab sözlərini götürürəm. Onlar da əsas nitq hissəsidir və ona görə də sadə sayılır. Çünki iki dənə əsas nitq hissəsi var. Deyirəm, şairin lirik şeirləri tərkibində 3 əsas nitq hissəsi iştirak edib, ona görə də mürəkkəb söz birləşməsi hesab olunur. Sonra keçirəm söz birləşməsinin tərəflərinə. Söz birləşməsinin iki tərəfi var. Deməli, biz buna söz birləşməsinin iki tərəfi var. Əsas tərəf, bu niyə belə yazdı? Deməli, əsas tərəf və aslı tərəf. Aslı tərəf birinci tərəfdir. Nəsə, bura xətt düşdü. Aslı tərəf və əsas tərəf. Aslı tərəf birinci tərəfdir. Birinci tərəf. Əsas tərəf isə ikinci tərəfdir. Aslı tərəfdə və əsas tərəfdə köməkçi nitq hissəsi iştirak edə bilməz. Yenə qeyd edirəm ki, bunu yadınızda saxlayın, çünki testlərdə düşür və uşaqları çaşdırır. Sonra keçirəm növbəti qeydimə. Növbəti qeydim nədir? Deməli, qeyd. Et, ol, bil. Etmək, olmaq, bilmək feilləri varsa, burada 2 dəfə düşünəcəksiniz. Çünki bu feillər mürəkkəb feilin tərkib hissələrini düzəldir. Məsələn, kömək etməyi bəzən uşaqlar söz birləşməsi götürürlər. Xeyr, kömək etmək söz birləşməsi deyil, mürəkkəb feil sayılır. Qonaq olmaq mürəkkəb feil sayılır. Söz birləşməsi deyil. Amma desəm ki, tutalım, məsələni həll etmək bu söz birləşməsi sayılacaq. Çünki həll etmək bir söz götürülür, məsələ isə bir söz götürülür. Və onda onu mən söz birləşməsi götürə bilərəm. Ayrılıqda həll etmək söz birləşməsi deyil. Amma məsələni həll etmək formasında olanda söz birləşməsi götürmək mümkündür. Keçirəm nəyə? Sonra keçirik, deməli, söz birləşmələrinin əsas hissəsinin məna növlərinə görə, əsas tərəfin ifadə vasitələrinə görə söz birləşməsinin növlərinə. Hansılardır? Lövhəni silək. Əsas tərəfin ifadə vasitələrinə görə söz birləşməsinin iki növü var. İsmi birləşmələr və feili birləşmələr. İsmi birləşmələr və feili birləşmələr. Birləşmələrin də 3 növü var. Birinci növ təyini söz birləşməsi, ikinci növ təyini söz birləşməsi və üçüncü növ təyini söz birləşməsi. Yəni, indi baxaq. Uşaqlar, sizdən soruşsa ki, hansı variantda ismi birləşmə işlənib, hansı variantda feili birləşmə işlənib, siz mütləqdir ki, əsas tərəfə baxasınız. Yəni, asıl tərəfin söz birləşməsinin növündə o qədər də rol oynamır. İsmi birləşmənin əsas tərəfi necə olmalıdır? İsimlə, sifətlə, sayla, əvəzliklə, zərflə ifadə olunmalıdır.
Feili birləşmənin əsas tərəfi isə feilin təsriflənməyən formaları, yəni məstər, feili sifət və feili bağlama ilə ifadə olunmalıdır. Feilin təsriflənməyən formaları ilə ifadə olunmalıdır. Danışaq ismi birləşmənin növlərindən. İsmi birləşmənin birinci növ təyini söz birləşməsindən danışıram. Çalışacağım elə yazım ki, hamısı ekrana yerləşsin və qeydlərinizi götürə biləsiniz. Birinci növ təyini söz birləşməsi birinci tərəfində heç bir hal və yaxud da mənsubiyə şəkilçisi iştirak eləmir. İkinci tərəfində də həmçinin heç bir hal və yaxud da mənsubiyə şəkilçisi iştirak etmir. Ona görə 1T0, 2T0 yazdım ki, yəni heç bir hal və yaxud da mənsubiyə şəkilçisi olmur. Sonra, bu bunun birinci qeydi. İkinci qeyd, tərəfləri ayrı-ayrılıqda cümlə üzvü olur. Tərəfləri ayrı-ayrılıqda cümlə üzvü, ayrı cümlə üzvü olur. Və ayrı-ayrı suallara cavab verir tərəflər. Birinci növ təyini söz birləşməsində tərəflər arasında heç bir söz əlavə eləmək olmur. Tərəfləri arasında eyni vaxtda cəmlənə bilmir tərəflər. Bu birinci növə aiddir. Məsələn, birinci növə də deyə bilərəm maraqlı kitab, oxuyan qız, gedən uşaq. Bu tipli birləşmələr birinci növ təyini söz birləşməsi hesab oluna bilər. İndi keçirəm ikinci növ təyini söz birləşməsinə. İkinci növ təyini söz birləşməsinin birinci tərəfi qeyri-müəyyən yiyəlik halda olur. İkinci tərəfi isə mənsubiyyət, amma yalnız üçüncü şəxsin mənsubiyyətində olur. Məsələn, deyirəm dağ havası, məktəb həyəti. Bu tipli birləşmələr ikinci növ sayılır. İkinci növ təyini söz birləşmələri bütövlükdə cümlə üzvü olur. Və tərəflərinə bir sual, yəni tərəflər ayrı-ayrılıqda suala cavab vermir. Bütövlükdə bir suala cavab verirlər. Sonra keçirəm üçüncü növ təyini söz birləşməsinə. Üçüncü növ təyini söz birləşmələrində birinci tərəf müəyyən yiyəlik halda olur. İkinci tərəf isə bütün şəxslərin mənsubiyə şəkilçisini qəbul edə bilər. Məsələn, deyirəm ki, qələmin ucu, mənim taleyim. Üçüncü növ təyini söz birləşmələrini digərlərindən fərqləndirən cəhət odur ki, tərəfləri arasına söz əlavə eləmək olur. Bir də tərəfləri eyni vaxtda cəmlənə bilər. Bir, söz əlavə eləmək. Tərəflər arasında söz əlavə eləyə bilirsən rahatlıqla. İkincisi isə cəmlənmək. Yəni tərəfləri asanlıqla cəmlənə bilir. Məsəl üçün deyirəm ki, məktəbin həyəti, məktəbin geniş, işıqlı, səliqəli, təmiz həyəti. İstənilən qədər söz əlavə elədim və bu sözlər üçüncü növ təyini söz birləşməsinin tərkibində bütövlükdə bir cümlə üzvü gedir. Eyni vaxtda da cəmlənmək. Məsəl üçün deyə bilərəm ki, anaların uşaqları, anaların cavabları. Bunlar üçüncü növ təyini söz birləşməsi hesab olunur. İndi gəlirəm feili birləşmələrə. Feili birləşmələr necə olur dostlar? Feili birləşmələr feilin təsriflənməyən feili birləşmələr əsas tərəfdə feilin təsriflənməyən, yəni məstər, feili sifət və feili bağlama olur. Bunu 7-ci sinifdə keçmisiniz. Yəqin ki, şəkilçiləri də yadınızdadır. Yadınızda deyilsə təkrar eləməyi zəhmət olmasa təkrar eləyərsiniz. Feili birləşmələrdə məstər maqməkdir. Feili sifət an, acaq, ası, malı, dıq üstə gələk mənsubiyə şəkilçisi tələb eləyir. Feili bağlamada anda, dıqda, dıqca, arkən bunlar sayılır. Feili sifət və feili bağlamanı siz həmçinin bu adla da görə bilərsiniz. Məstər tərkibləri, feili sifət tərkibi və yaxud da feili bağlama tərkibi. Bu tərkib sözü bəzən uşaqları çaşdırır. Bu sizi çaşdırmasın. Bir növ feili birləşmə istəyir. Yəni, məstərdən düzələn feili birləşmə, feili sifətdən, feili bağlamadan düzələn feili birləşmələr istəyir. Məsəl üçün, deyirəm ki, yaxşı oxuyan. Yaxşı oxuyan. Oxuyan sözü adi halda feili sifət gedir. Amma yaxşı oxuyan uşaq desəm, hansı uşaq? Yaxşı oxuyun. Bu artıq olacaq feili sifət tərkibi. Yəni, siz variantda görə bilərsiniz, bunun adını feili birləşmə də qoya bilərlər. Feili sifət tərkibi də qoya bilərlər. Hər iki forması düzgün hesab olunur. Və yaxud da deyirəm ki, ali məktəbə qəbul olmaq. Qəbul olmaq. Olmaq sözü
normalda məstərdir. Amma özündən əvvəlki sözləri ətrafına yığdığı üçün bütövlükdə o sayılır məstər tərkibi və ya fe'li birləşmə.